Assalamu alaykum Farabitor dersxanasının hörmətli görürmənləri, müş vaxtınla xeyirlik olsun. Bugün hazırki zaman Uyğur dil dersimizin 50-ci dərsini ötümüz. 50-ci dərsimiz PL-nin xəbər şəkillərinin 4-cü bölümü. Ötken saatlik dersimizde PL-nin xəbər şəkillərdən PL-nin bütkən hazırki zaman xəbər şəkli bilən PL-nin bütkən ötken zaman xəbər şəklini görüb çıxandıq. Bugünkü dersimiz bolsa PL-nin bütməyən hazırki zaman xəbər şəkli və onun qollanılışını görüb çıxımız. Dərslik başlaşdan burun ötken saatlik dersimizin axırı sorab ötken tüvəndiki iki sualımızға qısqa cavab verib ötəyli. Birinci, PL-nin bütkən hazırki zaman xəbər şəklinin qollanılışı qandaq buludu? Bu sualın cavabı PL-nin bütkən hazırki zaman xəbər şəkilləri qandaq meyil türdə boluşdan qəti nəzər hərəkətinin barlıq gələn halətinin hazır mövcudluğunu bildirdi. Demək, bu xil hal zaman şəkli qollanılğan vaqtda hərəkətinin barlıq gəlgənliyi emas, bəlkə hərəkətinin barlıq gələn halətinin hazır mövcudluğu nəzərdə tutuldu. Mana bu onun addi ötken zaman türüdən fərqləndiyi yeri. İkinci, PL-nin bütkən ötken zaman xəbər şəkli qandaq yazıldı? Bu sualın cavabı PL-nin bütkən ötken zaman xəbər şəkli PL özgəgə idi ikən qoşumçusu qoşulğandan keyin şəxs qoşumçularının qoşuluşı bilan yazıldı. Əmdi bugünkü dərsimiz gəlsək, bugünkü dərsimizdə PL-nin bütməyən hazırki zaman xəbər şəklini görüb çıxımız. PL-nin bütməyən hazırki zaman xəbər şəklinin içindəki vasitəsiz bayan məyilki bütməyən hazırki zaman xəbər şəkli ağlıq şəkil və arlıq şəkildən ibarət iki xil olub tövəndikcə yazılıdır. Bu xəbər şəkli şəxs tür cəhətdən fərqlənib, birinci şəxs, ikinci şəxs və üçüncü şəxs deyəndək üç şəxs tür ayrılır. Birinci şəxs bolsa san cəhətdən fərqlənib, birlik türü və köplük türü deyəndək iki tür ayrılır. Bunun birlik türgə misal alsaq, ağlıq şəkliyə barı mən, sözləymən, arlıq şəkli bolsa barar mən, sözlərmən şəkildə misal verişik buludur. Köplük türgü bolsa barımız, sözləyimiz, bararımız, sözlərimiz şəkildə misal verişik buludur. İkinci şəxs birlik addi türgə barı sən, sözləysən, bararsən, sözlərsən şəkildə misal verişik buludur. Birlik sipay tür bolsa barısız, sözləysiz, bararsız, sözlərsiz şəkildə buludur. Birlik hörmət tür bolsa barıdıla, sözləydilə, bararla, sözlərlə. Köplük hörmət tür bolsa berişidilə, sözlüşidilə, berişərlə, sözlüşərlə şəkildə buludur. Köplük sətlimi tür bolsa berişsən, sözlüşsən, berişərsən, sözlüşərsən şəkildə buludur. Üçüncü şəxs tür bolsa san cəhətdən fərqlənməkdir və bunu misal versək, barıdı, sözləydi, barar, sözlər şəkildə buludur. Vasitəsiz bayan məyilki bütməyən hazırki zaman xəbər şəklinin ağlıq şəkli əslində PL-nin ağlıq rəvişdə şəkliga qədimki hökm bağlamçısı tururunun hər şəxski şəkillər qoşulub yasalğan olub, hazırki gündə ixcamlaşıb, müşahidə gələn. Onun bulusu şəkli bolsa rəvişdəşinin bulusu şəkli əsasında yazılıdır. Məsələn, barmaymən, sözləməymən, barmaysən, sözləməysən, barmaydı, sözləməydi şəkildə buludur. Arlıq şəklinin üçüncü şəxs türlü bolsa, bütməyən arlıq sifətdaşının arlıq şəkli bivasitə qolunulğan. Birinci, ikinci şəxs türlərdə bütməyən arlıq sifətdaşının arlıq şəkliga vasitəsiz hökm bağlamçısının birinci, ikinci şəxsdəki hazırki zaman şəkilləri qoşulğan. Onun bulusuz şəkilləri bolsa, sifətdaşının bulusuz şəkli əsasında yazılıdır. Məsələn, barmaz mən, barmazdən, sözləməz şəkildə buludur. PL-nin bütməyən hazırki zaman xəbər şəklinin ikinci türü bolsa, vasitəlik bayan məyilki bütməyən hazırki zaman xəbər şəkli və o tüvəndikcə yazıldı. Bu xəbər şəklinin oxşaşlar şəxs tür cəhətdən fərqlənib üç şəxs ayrılır. Bunun üçün birinci şəxs birlik türü və köplük türü deyəndək iki tür ayrılır. Birlik türgə misal versək, barı dikən mən, sözləydiken mən şəkildə buludur. Köplük tür bolsa, barı dikənmiz, sözləydikenmiz şəkildə buludur. İkinci şəxsinin birlik addi türü bolsa, barı dikənsən, sözləydikensən şəkildə buludur. Birlik sipay türü bolsa, barı dikənsiz, sözləydikensiz şəkildə buludur. Birlik hörmət türü bolsa, barı dikənlə, sözləydikenlə şəkildə buludur. İkinci şəxsinin köplük addi türü bolsa, barı dikənsilər, sözləydikenlər şəkildə buludur. Köplük hörmət türü bolsa, berişidikənlə, sözlüşidikənlə şəkildə buludur. Köplük sətlimi türü bolsa, berişidikənsən, sözlüşidikənsən şəkildə buludur. Üçüncü şəxs türü bolsa, san cəhətdən fərqlənməkdir və bunu misal versək, barı dikən, sözləydiken şəkildə buludur. Vasitəlik bayan məyilki bütməyən hazırki zaman xəbər şəkli əslində PL-nin ağlıq rəvişdə şəkliga avval qədimki hökm bağlamçısı bolğan turur qoşulub andın vasitəlik hökm bağlamçısı qoşulub yasalğan. Onun bulusuz şəkli bolsa rəvişdaşının bulusuz şəkli əsasında yazılıdır. Məsələn, barmaydıkən mən, barmaydikən sən, sözləməydikən şəkildə buludur.
Fe'lning pütmegen hazırkı zaman xəbər şəklinin üçüncü türü bolsa, anlatma bayanmayır ki, pütmegen hazırkı zaman xəbər şəkli və bu xəbər şəkli tüvəndikcə yazıldı. Bu xəbər şəklimi oxşaşla şəxs tür cəhətdən üç türə ayrıldı. Birinci şəxs san cəhətdən fərqlənib, birlik türü və köplük türdə iki türə ayrılğan. Birlik türü misal bərsək, barğudək mən, barar imiş mən, barar mənmiş şəkildə buludu. Köplük türü bolsa, barğudəkmiz, barar imişmiz, bararmızmış şəkildə buludu. İkinci şəxsinin birlik adlı türü bolsa, barğudəksən, barar imişsən, barar sənmiş şəkildə buludu. Birlik sıfat türü bolsa, barğudəksiz, barar imişsiz, barar sizmiş şəkildə buludu. Birlik görmə türü bolsa, barğudəkla, barar imişla, bararlamış şəkildə buludu. İkinci şəxsinin köplük adlı türü bolsa, barğudəksilər, barar imişsilər, barar silərmiş şəkildə buludu. Köplük görmə türü bolsa, berişqudəkla, berişar imişla, berişarlarmış şəkildə buludu. Köplük sətlim türü bolsa, berişqudəksən, berişar imişsən, berişvidinqu dəymən şəkildə buludu. Üçüncü şəxs bolsa, san cəhətdən fərqlənməkdir və bunu misal versək, barğudək, bararmış şəkildə buludu. Anlatın bayanmayır ki, pütmegen hazırkı zaman xəbər şəklinin bir xili, Fe'linin quluq ismda şəkilgə anlat mümkün bağlantısının hazırkı zaman dək şəkli qoşulub yasalğan. Yeni bir xili bolsa, Fe'linin arlıq sifətdaş şəkilgə anlat mümkün bağlantısının hazırkı zaman imiş şəkli qoşulub yasalğan. Yeni bir xili bolsa, vasıf bayanmayır ki, pütmegen hazırkı zaman xəbər şəklinin arlıq şəkilgə imiş yardımcısı qoşulub yasalğan. Bularının bulusu şəkli bolsa, ismdaşının yoki sifətdaşının bulusu şəkli əsasında yazılıdır. Məsələn, barmağıdək mən, barmaz imişmən, barmaz mənmiş, barmağıdəksən, barmaz imişsən, barmaz sənmiş, barmağıdək, barmaz imiş şəkildə buludu. Özgü soluq dağış bilan axırlaşqan fe'llərinin cümlədən bulusuz fe'l özəklərinin arlıq rəvişdə şəkilgə anlat mümkün bağlantısının hazırkı zaman imiş türü qoşuş yolu biləmi anlatma bayanmayır ki, pütmegen hazırkı zaman xəbər şəkli yazılıdır. Məsələn, sözləymiş mən, sözləymişsən, sözləymiş, barmaymış şəkli yazılıdır. Dördüncü tür bolsa, subjektiv bayanmayır ki, pütmegen hazırkı zaman xəbər şəkli. Bu xəbər şəkli bolsa, tövəndikcə yazılıdır. Oxşaşlar şəxs tür cəhətdən üç türə ayrılğan. Birinci şəxsdən birlik türü misal bərsək, barıdikən mən, barmağu dəymən şəkildə buludu. Köplük türü bolsa, barıdığandımız, barımızğı dəymən şəkildə buludu. İkinci şəxs birlik adlı türü bolsa, bardığan sən, barsanğı dəymən şəkildə buludu. Birlik sıfat türü bolsa, bardığansız, barsızğı dəymən şəkildə buludu. Birlik görmə türü bolsa, bardığanla, bardılağı dəymən şəkildə buludu. İkinci şəxsin köplük adlı türü bolsa, bardığansılar, barsılarğı dəymən şəkildə buludu. Köplük görmə türü bolsa, berişidağanla, berişidlağı dəymən şəkildə buludu. Köplük sətlim türü bolsa, berişidağan sən, berişsanğı dəymən şəkildə buludu. Üçüncü şəxs türü bolsa, san cəhətdən fərqlənməkdir və bunu misal bərsək, barıdığandı, barıdığı dəymən şəkildə buludu. Subjektiv bayanmayır ki, pütmegen hazırkı zaman xəbər şəklinin bir xili, fe'linin pütmegen allıq sifətdaş, yəni qanlıq şəkligə subjektiv mültər hökm bağlamçısının hazırkı zaman du şəkli qoşulub yasalğan. Yeni bir xili bolsa, vasıfsız bayanmayır ki, pütmegen hazırkı zaman xəbər şəkligə qu dəymən bağlamçısı qoşulub yasalğan. Bunların bulusu şəkli bolsa, sifətdaşının yoki rəvişdaşının bulusuz şəkli əsasında yazılıdır. Məsələn, barmaydığandı mən, barmaymanğu dəymən, barmaydığan sən, barmaysanğu dəymən, barmaydığandı, barmaydığı dəymən şəkildə yazılıdır. Beşinci şəkli bolsa, obyektiv mölçərməyir ki, pütmegen hazırkı zaman xəbər şəkli, bu xəbər şəkli tüvəndikcə yazılıdır. Bu xəbər şəkli oxşaşlar şəxs tür cəhətdən fərqlənib üç türdə ayrılğan. Birinci şəxs türü san cəhətdən fərqlənib birlik türü və köplük türdə iki türdə ayrılır. Birlik türü misal bərsək, bardağan oxşaymən, barsam kerək, bardağan çığınba şəkildə buludu. Köplük türü bolsa, bardağan oxşaymız, barsaq kerək, bardağan çığımız var şəkildə buludu. İkinci şəxs birlik adlı türü bolsa, bardağan oxşaysan, barsan kerək, bardağan çığın var şəkildə buludu. Birlik sıfat türü bolsa, bardağan oxşaysız, barsınız kerək, bardağan çığınız var şəkildə buludu. Birlik hörmət türü bolsa, bardağan oxşayla, barsıla kerək, bardağan çığınları var şəkildə buludu. İkinci şəxsinin köplük adlı türü bolsa, bardağan oxşaysılar, barsanlar kerək, bardağan çığınlar var şəkildə buludu. Köplük hörmət türü bolsa, berişidağan oxşayla, berişsila kerək, berişidğan çığılları var şəkildə buludu. Köplük sətlim türü bolsa, berişidğan oxşaysan, berişsan kerək,
berişidigan çığın va şekilde boludu. Üçüncü şəxs türü bolsa oxşayışlar san cəhətdən fərqlənməydi və buna misal bərsək, barıdığan oxşaydı, barsa kerek, barıdığan çığı yoki barıdığan çığı va şekilde boludu. Əmdi fe'lning bitmagan hozirgi zamon xabar shakllarining qo'llanilishini ko'rib chiqamiz. Fe'lning bitmagan hozirgi zamon xabar shakli qaysi xil mayl turda bo'lishidan qat'iy nazar, harakatning doim barliq keladigan yoki keyin barliq keladigan holatining hozir mavjud ekanligini bildirdi. Buningga tuvandikicha harakatlar kirdi. Obyektiv qonuniyat va mantiq bo'yicha doim bo'ladigan harakatlar fe'lning bitmagan hozirgi zamon xabar shakllari kirdi. Masalan, kun sharqdan chiqadi. Su 100 gradusda qaynaydı. Bu yerde qışda muz to'nglamaymış. Bu yerde yağmur köp yağsa gerek. Dost yığılıp eytar, düşman küldürüp. Yani müş misallarda görüp çıkınımızdak obyektiv qonuniyat ve mantiq bo'yicha doim bo'ladigan harakatlarning doim barliq keladigan yoki keyin barliq keladigan holatining hozir mavjud ekanligini bildirib kelgan. İkinci tur bo'lsa odat mijozini ifodalaydigan yoki odatga aylanib qolgan harakatlar. Masalan, men tamaki çekmeymen, siz bek köp çekir ekansiz. U bir ishqa osonla ochiqlaydigan, ya'ni mishat ko'rib chiqqanimizdek odat mijozini ifodalaydigan yoki odatga aylanib ketgan harakatlarni bildirgan. Xarakter, alayidlik, ixtibor qatorliqlarni ifodalaydigan harakatlar. Masalan, bu mashina soatiga 100 kilometr yo'l bosqudek. Men sizchilik yugurolmayman. Mərd sözdən qaytmaz, yolvaz izidən körüb çıxınımızdək xarakter, alayidlik, ixtibor qatorliqlarni ifodalaydigan harakatlarni ifodalab kelgan. Kesib yoki doimliq mashg'ulotni bildiradigan harakatlar, masalan, u po'lat zavodida ishlaydi. U bizning maktabda tarixdan dars bergudek. Men shoför mashina haydayman. Ya'ni ko'rib chiqqanimizdek kesib yoki doimliq mashg'ulotni bildiradigan harakatlar uchun fe'lning bitmagan hozirgi zamon xabar shakli qo'llanilgan. Bulardan başqa fe'lning bitmagan hozirgi zamon xabar shakllarining yana tuvandikcha maxsus qo'llaniladigan o'rinlari bor. Birinchi sahna asarda shaxslarning qanday harakat qilishi vassiz bayon mayilki bitmagan hozirgi zamon xabar shaklida ko'rsatildi. Masalan, G'uncham mayli chiling o'ynayman, nur dutor chaladi, G'uncham usul o'ynaydi. Ya'ni mushadagi dialog bo'layotgan vaqtda bo'layotgan harakatlarni ifodalab kelgan. Ikkinchi adabiy asarlarning voqeligini so'zlab berishda vassiz bayon mayilki yoki vositalik bayon mayilki bitmagan hozirgi zamon xabar shakli qo'llanildi. Masalan, bu kino mundoq oxirlashdi yoki oxirlashdi ekan. Askarlar hamma yerga mina ko'mib tashlaydi ekan. Dushman kentga kirish bilan hamma tarafdan mina portlaydi yoki portlaydi ekan. Dushman askarlarining to'lisi o'lib tugaydi ekan. Qolganlari asirga tushidi yoki tushidi ekan. Üçüncü sözlügücü özü vositalik xabardor bo'lgan biror voqeani boshdan oyoq so'zlab berishda vassiz bayon mayilki bitmagan hozirgi zamon xabar shaklini qo'llansimi, vositalik bayon mayilki bitmagan hozirgi zamon xabar shaklini qo'llansimi bo'laverdi. Masalan, voqea mundaq ekan. Tursun velosiped bilan ishga ketyapsa, bir yuk mashinasi yo'lning chetida ketayotgan bir buvayni so'qiydi yoki so'qiydi ekan. Tursun dərhal velosipeddən düşüb buvayni yo'laydi ekan, lekin mashina to'xtamay qaçıdı ekan. Tursun buvayni boshqalarga topshirib, o'zi velosiped bilan mashinani qo'g'laydi ekan. Bu yerda ko'rib chiqqanimizdek, so'zlaguvchi o'zi vositalik holda xabardor bo'lgan biror voqeani boshdan oyoq so'zlab bergan vaqtda vositalik bayon mayilki bitmagan hozirgi zamon xabar shaklini qo'llansimi yoki vositalik bayon mayilki bitmagan hozirgi zamon xabar shaklini qo'llansimi bo'laverdi. To'rtinchi, yozuvchi adabiy asarda ma'lum voqea yuz berish oldida bo'lib turgan ish harakatlarni bayon qilgan vaqtda vositsiz bayon mayilki bitmagan hozirgi zamon xabar shaklini qo'llanishi mumkin. Masalan, shivirg'anliq bir kunda ushgan qor parchalari yilondek qushildaydi. Alliq oyoqlardan guldirilgan, sharqirgan, qarasligan ovozlar keladi. Ya'ni ko'rib chiqqanimizdek, yozuvchi asarda ma'lum voqea yuz berish oldida bo'lib turgan ish harakatlarni bayon qilgan vaqtda vositsiz bayon mayilki bitmagan hozirgi zamon xabar shaklini qo'llangan. 5. Cho'chaklardagi shaxslarning doimli harakati umuman vositalik bayon mayilki bitmagan hozirgi zamon xabar shaklida bayon qilindi. Ularning o'rinligan harakatlarini vositalik bayon mayilki bitmagan hozirgi zamon xabar shaklida bayon qilishga bo'ladi. Masalan, burungi zamonda bir beliqchi buvay bo'lgan ekan. U o'zining kampiri bilan dengiz bo'yida yashaydi ekan. Har kuni dengizdan beliq tutib, shuning bilan tirikchilik qiladi ekan. U bir kuni dengizga to'r tashlasa, bir oltin beliq to'rga tushib qoladi ekan. Buvay xushal bo'lib beliqni qo'lga olganda, beliq xuddi odamdek so'zlashga boshlaydi ekan.
Yani körüp çıkınımızdaki çöçeklerdeki şəxslərinin daimlik hərəkəti ümumən vasitəlik bayan məyilki bütmügən hazırlık zaman xəbər şəklində bayan qılındı. 6-cı vasitəlik bayan məyilki bütmügən hazırlık zaman xəbər şəkli bəzdə pərəz beqində cümlənin xəbər olub gelişi mümkün. Məsələn, tirişmaydikənsən, cəzmən arqada qalısan. Düşmən bizgi çeqilətkən, cəzmən onun ədibini berimiz. 7-ci vasitəsiz bayan məyilki bütmügən hazırlık zaman xəbər şəklinin artırı fəqət şiir və maqal təmsillərdilər. Vasitəsiz bayan məyilki bütmügən hazırlık zaman mənasında qolunuldu. Məsələn, tama köl bolar. Bugünkü dərsimizin axırı gəldik. Dərsimizin axırda bu dərsimizin münasibətli bolğan tövəndəki 2 sualını sorab bitimiz. Birinci, vasitəsiz bayan məyilki bütmügən hazırlık zaman xəbər şəklinin qançı xil şəkli var? İkinci, fe'lning bütmügən hazırlık zaman xəbər şəkli meyil türü qarab fərqlənəmdi. Bu sualların cavabını YouTube videomuzun astidagi inkas qismiga yoki Instagram hesabımızın DM qismidan uçur yazıb əvəzsanlar buludu. Undaqda keyingi saatlik dərsimiz görüşəylik. Görüşüş aman bolunlar. Xeyir xoş.